Salam, Burabax TV kanalının izləyiciləri və abunəçiləri. Dostlar, ilk öncə aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun və like düyməsini basmağı unutmayın. Yeni videolar izləmək üçün bütün videolarımı like basın və maraqlı videolar izləməyə davam edin. Dostlar, mən indi hal-hazırda Antalya Müzesinin yanındayam. Yəni arxeoloji muzeydir Antalyada. Deməli, Murad Paşaya yaxın bir yerdədir, yəni şəhərin mərkəzində. Böyük bir arxeoloji muzeydir. Bax, qabağını çəkirəm, belə görünür. Bax, bu şəkildədir qabağı. İndi içinə çalışacağım girməyə. Mən Antalya kart götürmüşəm bir dənə. Elə bil ki, burada oturum izni olduğuma görə, yəni oturma iznim olduğuma görə Türkiyədə oturma izni olanlar üçün xarici vətəndaşlar, fərqi yoxdur, Azərbaycan olsun, ya Özbəkistan, Qırğızstan, ya başqa bir Alman, Fransız, İngilis. Onlar elə bil ki, xüsusi Türk vətəndaşları kimi xüsusi kart var, elə bil ki, deməli, illik kartdır. Onu götürürsən, Antalya kart deyirlər ona, müze kartı. Yəni, istənilən muzeyə, istəyir şəhərin mərkəzində olsun, dövlətə aid olan muzeylərə pulsuz girmək olur, yəni. O kartdan girmək olur. Yəni, onu sifariş edirsən, ya internet vasitəsilə sifariş edirsən ki, qapıya gətirirlər, ya da ki, deməli, onu gəlirsən elə birbaşa muzeyin özündən alırsan. O da iqamət kartınız olmalıdır. Elə bil ki, o iqamət kartı ilə siz elə bil ki, o kartı əldə eləyə bilərsiniz. Ya da ki, belə qısa müddətli gəlmişsinizsə turist kimi, onda giriş bilet almalısınız. Yəni giriş müze kartı almalısınız. O da bildiyim qədərilə bilmirəm, təxminən bir 30 lira olardı, 35-40 lira olardı. Amma illik kart daha yaxşıdır. Yəni bir qiymət verirsən, bildiyim qədər 65 liradır, verirsən o bir illik kartı. Yəni bir dəfə verirsən o pulu 65 lirana. Yəni bir il ərzində də istədiyin kimi muzeylərə gəlib gəzə bilərsən. İndi girəcəm içəriyə, çalışacağım çox bir böyük video olmayacaq. Qısa bir video çəkəcəm, sizə tanıtacağım. Yəni gələndə mütləq gəlin. Yəni Murad Paşada yaxın bir yerdə yerləşir. Burada hətta tramvay dayancağı da var yaxında. Düz dənizə yaxındır. Ən görkəmli gəzilməli yerlərindən biridir buralar. Burada böyle böyük bir maşın dayanacağı da var. Bu şekildədir. Burada da Antalya Müzesi yazılır. İndi girim, bilmirəm, saat burada deyəsən saat 5-ə kimi, 6-ya kimi işləyir. Çalışın səhər tezdən gəlin dostlar, gəldiyiniz zaman. Girə bilərsiniz rahat. Bax, burada elə bil ki, girdim müzeyə, giriş qapısıdır. Burada da resepsiyondur. Qabaqda terminallardır. Bax, buradan girdim. Bax, xüsusi belə parasının içindən keçirsən ki, buradan yoxlayırlar hamısını. Kim girir, kim çıxır. Buradan indi gələcəm resepsiyona, görüm neçədir. Məndə kart var, amma sadəcə biletləri də verəcəm qiymətli. Tiket, burada məlumat var. Hələ girişdə belə heykəllər var. Bu şəkildə kartdır dostlar, görsədim sizə. Buradan keçirsən, belə sken edirsən. Üstdən mi? Şurada mı? Buradan basırsan, keçirsən. Artıq gördüyünüz kimi sken elədim, yəni turniketdən girdim içəri. Bu sırf dostlar, bu bir illik kartdır. Gələndə əgər uzun müddətli Türkiyəyə qalacaqsınızsa qeydiyyatdan keçib bu kartı əldə edə bilərsiniz. O da ikamet alandan sonra, yəni Türkiyədə icazə alandan sonra yaşamaq icazəsi. Onda sizə şəxsiyyət vəsiqəyə oxşar bir kart verirlər, ikamet kartı deyirlər ona. Ondan sonra bu kartı sifariş edə bilərsiniz onlayndan, ya da ki, dediyim kimi, gəlib muzeyin özündən ala bilərsiniz. Hətta arxada şəkiliniz də olur, yəni. Şəkil də olur arxada. Bax, bu şəkildədir. Buradan da çıxışdır. İndi girəcək muzeyə görə nə var içərisində. Artıq muzeyə girdim dostlar. Böyük bir muzeydir. Antalya'da ən böyük muzeydir. Mən Alanya'ya gedəndə, Alanya'ya getdiyim zaman, orada da muzey var idi, arxeoloji muzey. Amma bunun kimi deyildi, yəni. Baxın, bu şəkildə belə arxeoloji tapıntılardır, daşlardır. Çocuklar, bu salon bizim. Bu deyəsən uşaqlar üçün məlumatlar var. Maket evlərdir, maket daşlardır belə. Türkiyəyə aiddir də hamısı.
deməli, uşaqlar olan yerdən çıxdım. Burada xüsusi böyle tapıntılardır. Arxeoloji daşlar, hamısı qeyrəmiyib. Bütün məlumatlar var üstündə. Çalışacağım uzun bir video alınmasın çünkü müze çok büyük değil. Müzeyi tam çeksem artık bir saatdən çox olacaq. Böyle tapıntılar da var. Taşlar da. 100 il, 50 il bundan da bak, 200 il, 300 il. Baxır. Məlumatlar da orada qabaqda var. Yəni gələndə yüz oxuya bilərsiniz. Dostlar, burada yani dünya yeni yarananda 300 il bundan qabaq, 400 il. Bak burada insanlar təzə-təzə dünyaya yarananda bu böyle daşlarla işləyirlər. İnsanın böyle şəklini çəkiblər. Ama böyle o daşlar da burada da tapılır. Ve daşlar yerdə sümüyə oxşayır. Bunlar da var, tapıntılardır dostlar. Bunlar kurşunlardır. Tapıntılardır, bunlar hamısı. Türkiye'nin tarixine ait. Üstünde yazılıb